Bir axşam qatardan düşüb partizalı. O qatarda deyil də, o taksidə deyil ki. Qatardan düşmüşük də şəxsən. Bu taksi ilə, o mahnını yazar. Əsas odur ki, biz birlikdə hayala gedirik, xatırlayırıq, etdik, başladıq. Elə daha əvvəl təqdim etdiyimiz Zabrat 2 stansiyası. Həmçinin bir də. Məndə də var. Məmmədli dayanacağından Zabrat 2 stansiyasına gəldik. Bu stansiyaya ilk qatar hələ 1934-cü ildə gəlib. Uzun müddət istismardan sonra 2018-ci ildə stansiya ərazisində yenidən qurma işlərinə başlanılıb. Təmir işləri 2019-cu ildə yekunlaşır. 2019-cu ildə stansiyaya daxil olan Zabrat sakinləri köhnəsi sökülərək yerinə yenisi tikilmiş stansiya binası, 165 metr uzunluğunda platforma, həmçinin yeni yerüstü keçidlə qarşılaşırlar. Zabratla bağlı nəzərdə tutmuş layihələrdən biri isə Zabrat, Maşdağa, Zağoluba dəmir yol dəhlizinin çəkilməsidir. Dəhlizin önəmi isə ondan ibarətdir ki, Zağoluba və Maşdağa kimi qəsəbələrdən şəhər mərkəzinə getmək istəyənlər Zabrat stansiyasına, buradan isə qatar vasitəsilə şəhər mərkəzinə gedə biləcəklər. Добрых людей я учился жить и души. İndi isə yollanırıq Zabrat stansiyası ilə eyni adlı olan Zabrat 1 dayanacağına. Zabrat 1 dayanacağı 1933-cü ildə ilk dəfə istifadəyə verilir. Təbii ki, uzun müddət istismardan sonra bu dayanacaqda da yenidən qurma işlərinə ehtiyac yaranır. Elə eyni adlı Zabrat 2 stansiyasında olduğu kimi, həmçinin daha əvvəl təqdim etdiyimiz Məmmədli və Pirşağı stansiyalarındakı kimi 2019-cu il 19 noyabr tarixində Zabrat 1 dayanacağı artıq sərnişinlərin ixtiyarına verilir. Zabrat 1 dayanacağı ilə Zabrat 2 stansiyası Abşeron dairəvi dəmir yolu marşrutu üzrə mühüm dayanacaq və stansiyalardandır. Son 10 ayın nəticəsi, yəni 2025-ci ilin 10 ay ərzində Zabrat 1 dayanacağından 400 mindən çox sərnişin, Zabrat 2 stansiyasında isə 500 mindən çox sərnişin istifadə edir bu stansiyanın xidmətlərindən. Ümumilikdə tarixə nəzər salsaq, xüsusilə arxiv materiallarına nəzər salsaq görərik ki, Zabrat stansiyasına da artıq 20-ci illərdə, 30-cu illərdə çəkilir. Bu istiqamətdə daşımalar həyata keçirilib. Lakin 1926-cı illər keçmiş Sovet İttifaqı dövründə ilk dəfə dəmir yol xətləri elektrikləşdirildi, Bakıda elektrikləşdirildi və Bakı Sabunçu Suraxanı elektrik xətti ilk dəfə keçmiş Sovet İttifaqında elektrikləşdirilmiş yol kimi xidmətə verildi. Və bundan sonra növbəti illərdə artıq bu xətt elektrikləşdirilərək Zabrata qədər uzadıldı və həmin vaxtdan etibarən 30-cu illərdə xüsusilə Zabrat istiqamətində hərəkət ümumiyyətlə intensivləşdirildi, intervallar azaldıldı və bu istiqamətdə sərnişin daşımalar da artıq həcmi artırıldı. Zabrat 1 və Zabrat 2 arasındakı ən birinci fərq onların yerləşdiyi məkandır. Yəni Zabrat 1 qərb hissəyə, Zabrat 2 isə əksinə, yəni şərq hissəyə daha yaxın yerdə yerləşir. Digər və ən əsas fərq isə onların təyinatıdır ki, Zabrat 1 dayanacağı Bakı ilə əlaqəni təmin etmək üçün, Zabrat 2 stansiyası isə Maşdağa və Zağuluba istiqamətindən gələn qatarların təyinat nöqtəsinə çevrilmək üçündür.
ediyor qatarı. Bugün Zabrat 2 stansiyasının artıq bilirsiniz ki, əvvəllər həm də Maşdağa Bağlar istiqamətində Zabrat 2-dən xətt ayrılırdı. Bir istiqamət hazırda Pirşağıya ayrılır. Və artıq Cənab Prezidentin sərəncamı ilə təsdiq edilmiş Bakı şəhəri və ətraf ərazilərin 2025-30-cu illərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramında da qeyd olunub ki, 2028-30-cu illərdə artıq Zabratdan Maşdağa Bağlar istiqamətində dəmir yollarının bərpası nəzərdə tutulur. Bu Zabrat 2, xüsusilə Zabrat 2 stansiyasının bir qədər də əhəmiyyətini artıracaq. Gözlərim hər axşam axtarır səni, ürəyim yollardan qayıtmır evə, sənsiz dalğalarda tanımır məni, neyləyim ürəyim heç yatmır evə. Zabrat 2 stansiyasından və Zabrat 1 dayanacağından sizə çatdıracaqlarımız bu qədər. Növbəti dəfə növbəti dəmir yolu stansiyasında görüşmək ümidi ilə. Hələlik. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz, bu dənizin gözü yaşlı sənsiz, bu dənizin gözü yaşlı sənsiz.